Azərbaycanda qız olmaq qədər çətin ikinci bir şey yoxdur. Qız olmaq bu ölkədə o qədər çətindir ki, sən anadan olanda başında damğa ilə doğulursan. O damğa nədir? Tərbiyəli olmaq. Tərbiyəli olmalısan. Bəs bu tərbiyəni bu insanlar nə ilə ölçür? İndi bir qadın var, gəlir həmişə mənə nəvəsini tərifləyir. Amma mənim nəvəm belə tərbiyəlidir, elə tərbiyəlidir. Bax məhəlləyə heç vaxt düşməz. Gəlib burada məsələn qızlarla oynamaz, eləməz. Gör necə tərbiyəlidir. Yəni bu insan tərbiyəni onunla ölçür. Yəni başa düşmədi, məhəlləyə düşüb oynamaq tərbiyəsizlikdirmi? Əlbəttə yox. Amma niyə belədir? Mental dəyərlərimiz ağırdır. Bu hardan yaranır? Hardan gəlir? Mən bunu anlamağa çalışıram. Başa düşə bilmirəm. Yəni Azərbaycanda qız olmaq nə qədər çətindirsə, onun əksi kişi olmaq da o qədər asandır. Çox asandır. Yəni nə var kişi olmaqda? Çox rahatdır. İstədiyin vaxt eləyirsən, istədiyini geyinirsən, istədiyin vaxt çölə çıxırsan, qarışan yox, eləyən yox. Sabah bürsü ilə evlənirsən, bütün işi qadın görür. Uşağı o baxır, yeməyi o eləyir, paltarını o yuyur, qaynanava qaynatava o baxır. Sən nağarsan, səhər gedirsən, axşam qayıdırsan, gəlində də bir uşağı 2 dənə març-murç, onunla da söhbət bağlandı. Nə var bölgədə kişi olmağa? Nə edirsən, heç nə? Hər işi qadın görür. Qadının hər şeyi qanunlandır. Falan şey geymək olar, falan şey yox. Telefonunu yoxlayırlar. Atan yoxlayır, qardaşın yoxlayır. Qoy görüm sən bu kimlə danışırsan, kimlə görüşürsən. El olur ki, universitetə gedəndə valideynin aparıb gətirir. Yəni bunu valideyn ola bilər, pis niyyətlə eləmir. Əlbəttə kim istəyər ki, qızı müəyyən şeylərlə məşğul olsun? Heç bir valideyn istəməz. Amma o qədər o uşağı sıxırıq ki, qız uşaqlarından söhbət gedir. Onlar artıq həqiqətləri bizlə bölüşə bilmir. Bölüşmək istəmir, danışmaq istəmir. Hansı birimiz atamızla oturub normal söhbət eləyə bilirik, dərdləşə bilirik? Hansı birimiz? Heç birimiz. Bir söz asan kimi başlayır ki, Sovetin vaxtında belə idi, Rusun vaxtında belə idi. Yox, mən məktəbə nə bilim əxyalın gedirdim, qaloşla gedirdim. Yəni hansı birimiz dərdləşə bilirik insan kimi? Mümkün deyil. İndi də bu hadisə. 14 yaşlı qızla 19 yaşlı oğlan hamamda tutulub, oğlan rəhmətə gedib, qızda vəziyyəti ağırdır. Hamı düşüb bu məsələnin üstünə. Hamı ağzına gələni deyir, hamı nifrət dolu. Ən əxlaqsız da orada şərh yazır, deyir ki, bu yanlışdır. Ən belə əksik də, ən oğraş insan da orada şərhlərə yazır. Bu düzgün deyil, belə şey olmaz. Təhqir edirlər, insanları söyürlər. Mən söydün Yaxşı dedin da, sən nə oldu? Ən əxlaqlı, ən bomba, ən gözəl, ən namuslu, ən qeyrətli insan sən oldun? Yox. Heç kimin vecinə deyilsən, kimsənin vecinə deyilsən sən. O qızın 14 yaşı var idi. Mən indi xatırlayıram, mənim 14 yaşım olanda bir dərdim azarım məhəllədə futbol oynamaq olurdu uşaqlarla. Yəni ancaq onu fikirləşirdim. Mənim 14 yaşım var idi, uşaq idim, qanmırdım, heç nə başa düşmürdüm. O da uşaqdır da, 14 yaşı var. 14 yaş nə yaşdır ki? Başa düşməyib, bilməyib, aldanıb, nə olub? Əlbəttə bu məsələnin müsbət danışa biləcəyim heç bir tərəfi yoxdur. Təbii ki, bu çox yanlış bir şeydir. Sənin 14 yaşın var. O sənin nişanlın deyil, nə bilim, sən onunla evlənməmsən, eləməmsən. Təbii ki, bunun heç bir yaxşı tərəfi yoxdur bu məsələnin. Amma uşaqdır da, 14 yaşı var, uşaqdır o. İnsanlar ona yazır ki, gərək o ölərdi, nə bilim, ölməlidir, yaşamamalıdır. Nə bilim, sanki bütün ölkə oturub gözləyir ki, bu qız özünü ha vaxt öldürəcək, qoy xəbərləri izləyim, görüm ha vaxt bu həyatına son verəcək. Yəni bu qədər olarmı? Bu nəyə lazımdır bu aqressiya? Bu nəyə lazımdır? Qızda demirəm günah yoxdur, amma onun günahı onun uşaqlığına bağışlama olur, o uşaqdır. Oğlana gəldiksə artıq həyatını itirib. Gənc ölümlərini mən həmişə faciə kimi qiymətləndirirəm. Gənc ölümlərini. Bir faciə kimi. 19 yaşı var idi. Əlbəttə etdiyi şeyin heç bir şəkildə tərəfini tutmaq olmaz. Ümumiyyətlə sən əgər bir qızı həqiqətən sevirsənsə, ürəkdən sevirsənsə, sən ona heç o gözlə baxa bilməzsən. Bu belədir. Mən bunu belə qəbul edirəm. Kim mənə nə deyir desin, sən gericisən, mən bura Avropa deyil. Biz Avropalı deyilik də, bizim özümüzün ənənələrimiz var. Düzdür, mənim bir çox ənənəmiz var ki, sevmirəm, qəbul eləmirəm. Başa da düşə bilmirəm. Deyirəm, bu nə absurd bir şeydir. Yox, nə bilim, evə ata gəldi, ayağı durmalıyam. Böyük danışdı, susmalıyam. Onu eləməməliyəm, bunu eləməməliyəm. Bir çox ənənə var ki, mən bunu ümumiyyətlə qəbul eləmirəm. Başa da düşmürəm. Amma elələri də var ki, ondan mən qopa bilmirəm. Biz Azərbaycanlıyıq. Biz belə şeyə zaten normal baxa bilmərik. Uşaqlarınızı böyüdəndə onunla dost olmaq lazımdır. Dost kimi danışmaq lazımdır ki, qoy gəlsin bir hadisə baş verəndə ürəyini sənə açıb danışa bilsin də. Niyə belə eləyirsiniz axı? Niyə bu qədər sərt olursunuz?
Hardan yaranıb sizdə bu sərtlik? Uşaq sizdən aralanır hər dəfə belə eləyəndə. Qızlar məsələn evdən qaçır, nə bilim birinə qoşulub qaçır. Nəyə görə? Əgər o evdə xoşbəxt idisə, onun üçün hər şey yaxşıdırsa, yəni istəyərmi qaçaraq birinə qoşulub getmək? İstəməz. Təntənəli bir toy eləsin, geçsin, gəlini paltarı geyinsin, istəməz. Kim istəməz ki? Hamısının səbəbi sadəcə və sadəcə valideynlərdir. Ana ata oturub düşünməlidir. Bu niyə baş verir? Nəyə görə baş verir? Mən necə bunu düzəldə bilərəm? Bunu düşünmək lazımdır. Məktəb vaxtı bir qız var idi. Bir dənə də oğlanla yeni görüşməyə başlamışdı da. Hər gün söhbət edirdilər, bir yerdə otururdular. Çox belə mehriban idilər da, belə deyim. Nəsə bir müddət belə keçdi. Belə oğlan söhbət eləyəndə aralarına qoşuldum. Oğlana söhbət eləyirdik. Tözdən qayıdıb deyəsən ki, mən o qızı əslində sevmirəm. Niyyətim budur, bu niyyətlə ona yaxınlaşıram. Mən şokdayım da. Həmin o ağılımdan da mənim onda neçə 16-17 yaşım var idi. Mən şoka düşdüm. Yəni nötər, yəni sən bu qədər şeyi buna görə mi eləyirsən? Və heç mi sən o insanın duyğularını önəmsəmirsən? Heç mi? Yəni nə deyəsən buna? Bunun bir adı var, o da şərəfsizlikdir. Qutardı getdi. Bir çox qız məhz belə şeylər yaşayandan sonra artıq həyata qarşı ümidini itirir, pis yola düşür. Şərəfsiz oğlanlara görə mən nə deyim buna? Bilmirəm. Yəni bu videonu çox böyük bir qəzəblə çəkirəm. Çox qəzəbliyəm. Valideynlərə qəzəbliyəm. Bu ənənələrimizə qəzəbliyəm. Çox şeyə qəzəbliyəm. Yəni ona görə bu videonu çəkirəm ki, bu şeyləri yığışdırmaq lazımdır. Qızların üstündən bu ağırlığı götürmək lazımdır. Bu tərbiyəli olma sendromunu. Damğalamaq lazım deyil. Filan paltar geyinib, bu əxlaqsızdır. Filan oğlanla danışdı, bu əxlaqsızdır. Saat 11-dir. Bu hələ çöldə də əxlaqsızdır. Bu damğanı yığışdırmaq lazımdır. Əksi təqdirdə olanlar belə olur.